Universitetlərdə qəbul balı ümumiyyətlə artırılmalıdırmı? Bax, bu önəmli sualdır. Aşağı balla universitetə qəbul olanlar var. Onlar əmək bazarında özlərinə yer tapa bilirlərmi? Məsələn, 150 balla qəbul olan adam sonradan nə iş tapacaq öz oxuduğu sahə üzrə? 170 balla, 200 balla qəbul olanlar, mən onların əməyini kiçiltmirəm, nə də savadına, istedadına bir şey demirəm. Amma onların oxuduqları ixtisas üzrə gələcəkdə iş tapma perspektivi yüksək ballarla müqayisədə daha azdır. Bunu hamımız başa düşürük, bilirik. Bəziləri deyir ki, balla limit qoyulmalıdır. Bəziləri də deyir ki, ümumiyyətlə universitetlərin keyfiyyətini artırmaq lazımdır. Bir çox ölkələrdə, məsələn, universitetə qəbul ümumiyyətlə imtahanla deyilir. Orada sən bilmirsən, bu neçə bal toplayıb, o neçə bal toplayıb. Səni qəbul edirlər, o ələnmə prosesi universitetdə gedir ki, bu adam bu sahəni qavraya bilir, yoxsa qavraya bilmir. Bitirə bilir, yoxsa bitirə bilmir. Bitirənə qədər o prosesdə davam edir. 5 illik, 4 illik, 4 ildə hamı bitirmir də. Nə bilim, 10 ilə, 15 ilə bitirir. Ta ki, onu öyrənənə qədər. Yarısı ilə yarı yolda görür ki, onluq deyil, çıxır gedir. Şimdi baxaq görək bizdə bu az bal məsələsi necə tənzimlənməlidir? 200 balla qəbulma qəbahət deyil. Əlbəttə, əmək bazarında həmin şəxslərin özlərini doğrultmamaq problemi var. Bəzi universitetlərdə dövlət sifarişli müəyyən ixtisaslar üzrə qəbul balları 200 civarındadır. Bəs aşağı bal toplayan tələbələr tədris prosesində və əmək bazarında özlərini doğrulda bilirlər. Tanıdığım uşaq var, Mingəçevir Dövlət Universitetində oxuyur. Aşağı balla qəbul olmuşdu, 210-dan falan. İndiki bilikləri, özünün IT sahəsində bilikləri çox yaxşıdır və gələcəkdəki fəaliyyətinə də yaxşı olacağını inanıram. Var tanışlarımda da aşağı bal toplayıb iş tapanlar var ya. Hansı ixtisaslarda? Məsələn, şərabçılıqda, sonra su meliorasiya ixtisaslarında var. 150 bal və yaxud da 200 bal, 250 balla ali təhsil müəssisələrinə qəbul olan gənclərin içərisindən 15-20 nəfər sonraki gedişatda uğurlu ola bilir. Əmək bazarında həmin şəxslərin özlərini doğrultmamaq problemi var. Biz ali təhsilli şəxs statusu qazanıb, amma bir o qədər də ixtisas bilikləri zəif olan əmək bazarında ali təhsilli işsiz ordu formalaşdırmamalıyıq. Qarşıdakı illərdə təbii ki, qəbul siyasəti formalaşdırarkən kəmiyyətə yox, təbii ki, keyfiyyətə üstünlük verməliyik. Gələcəkdə bal limiti tətbiq olunmalı, tələbə sayı azaldılmalı, yoxsa tələbələrin akademik hazırlıq səviyyəsinə üstünlük verilməlidir? Bizdə bu günləri qəbul prinsipi dünyanın bir çox ölkələrindən sərtdir. Nəinki yumuşaq. Plan yerlərinin sayı azaldılmaqdansa artırılmalıdır bir şərtlə. Bu zaman universitetdə oxumağın özü çətinləşməlidir. Ələnmə prinsipini universitetin daxilində etməliyik, qəbul prinsipində yox. Mütəxəssislər bildirirlər ki, tələbənin aşağı bal toplaması onun əmək bazarı üçün faydasız olduğunu göstərmir. Onun əmək bazarının tələblərinə uyğun formalaşması ali təhsil aldığı vaxt təmin edilməlidir. 200 balla qəbulma qəbahət deyil, əsas məsələ universitet keyfiyyətli təhsili versin. Ona verilən tələbəni verilən müddət ərzində artıq işinə yarayacaq kadr kimi yetişdirə bilsin. Bunun üçün universitetlər əmək bazarını izləməlidir və eləcə də şirkətlərlə, qurumlarla kontaktı olmalıdır, müqaviləsi olmalı ki, tələbə orada həm praktika keçə bilsin, həm də artıq universitet bitirən kimi işlə təmin olunmaq şansı yaransın. Qeyd edək ki, 2024-cü il üzrə dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbulda ən aşağı keçid balı 203,3 bal olmaqla Azərbaycan Dövlət Aqrar Universitetində energetika mühəndisliyi ixtisasına aiddir. $203 bal. Bu bəlkə də bir çoxlarının universitet xəyalının reallaşmasına səbəb olur. Amma sonralar onların iş tapması çox müşkülə çevrilir. Kifayət qədər çalışmaq istəyənsələr, orada kadr çatışmazlığı tez-tez gündəmə gəlir. O sahənin balı niyə belə azdır? Hətta həvəsləndirməkdən ötürü bir ara hədiyyə filan da təklif edirdilər ki, kimsə gəlsin o sahədə çalışsın, oxusun, təhsil alsın deyə. Ona görə də bilmirəm yəni. Dediyim kimi, o savad alma prosesi həm də əsas universitetdə olduğuna görə ələnmə prosesi orada getməlidir deyə tərəfdarıyam mən. Düşünənlərdənəm.